Hamımız həyatımızda bir dəfə boynum, başım ağrıyır demişik. Hamımızın çiynimiz ağrıyıb, hamımızın belimiz nə vaxt ağrıyıb. Və elə insanlar var ki, beli xroniki olaraq 3 il, 5 il, 10 il, 15 il ağrıyır. Hicamaya get. İndi başlayıblar fırıldaqçı təbliğatlar. Hicamaya get. Çünki sən hicama bəli, yüngülləşdirəcək, biraz yüngülləşdirəcək, amma kök qalacaq. Səndə grija var, elası belə deyirlər. Bel fəqrası disk yırtığı var, ona görə ağrıyır. Halbuki təhlil aparılsa, elmi təhlil, nevroloq və nörocərrah baxsa deyər ki, bu grija dediyimiz yırtıq o siniri sıxa bilməz. Bu ağrı ondan deyil. Bəzən fırıldaqla rastlaşırıq. Məsələn, böyrəyində sənin biraz nəsə problem var, sənin ona görə böyrün ağrıyır. Böyrək ağrımır. Böyrək bayaq dedim, sancı verə bilər, cərraha gedə bilər, uroloq cərraha. O vaxt böyrəkdə daş olsun. Ağrı kəsiş qırıqda işlətmək, uzun müddət işlətmək, nəzarəti işlətmək mütləq xəstəliyə getirib çıxar. Mən də başqa şeylər demirəm, hətta xərçəngə qədər. Və autizmli uşaqların doğulmasının səbəbi anaların parasetamol işlətməyidir çox miqdarda və uşaqlara verilməsidir. Birinci fəsadı təzyiq qaldırır. İkinci fəsadı mədəni deşəcək. Menstruasiya ağrılarının psixoloji olmadığını bilən, hər ay ağrıya görə ağrı kəsişən qadınlarımıza da bu ay. O da psixoloji. Bəli, disminariyaların 99%-i psixolojidir, psixosomatikdir. Biz nədir dərin əsası? Qadın təşvişi. Nədir qadın təşvişi? Mən mayalana bilmədim. Bizdə qohum evliliyi çox idi axı. Ona görə beyin damarlarını partlayıb ölən gənclərimiz çoxdur. Əgər bədənimizin bir nahiyəsi xroniki ağrıyırsa, xüsusilə 2 həftədən çox ağrıyırsa, biz gedib bunu ümumi terapevtik deyək də, yoxlama, check-updan keçiririksə, heç bir orqan zədələnməsinin bu ağrını verə biləcəyini dəqiqlərindən sonra gedirik. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün mövzumuz ağrılardır. Bəzən elə ağrılar olur ki, onun səbəbi tapılmır. Və bugün biz ağrılar mövzusuna toxunaraq, ağrılar nədən yaranır, ağrıların qarşısını necə ala bilərik bu mövzuda danışacağıq. Studiyamızın qonağı psixoterapevt Əli Nağıyevdir. Xoş gördük. Xoş gördük. Çox sağ olun dəvətə görə. Çox sağ olun, minnətdarım. Həmişə yaxşı olasınız. Ağrılar mövzusu ümumiyyətlə son dövrlər aktualdır. Deyərdim ki, bəzi insanlar var ki, hətta bütün analizlərdən keçməsinə baxmayaraq ağrının səbəbi tapılmır. Ağrı sözü var, ağrı. Nəinki indi aktualdır. Tibb elminin əsasında da aktual olub. Ümumiyyətlə ağrı 4 iltihab əlamətindən biridir. Dolor deyirlər ağrıya, dolor. Və bu ağrı özü o qədər aktual olub ki, tibb elminin bir şüarı var ki, həyat ağrısızlaşdırmaq inci sənətidir. Yəni, həyat elə ağrısızlaşdırmaqdan ibarətdir. Ağrısız keçən həyat xoşbəxt həyatdır. Ağrı həmişə aktual olub, ona gətirirəm. Və niyə aktual olub, indi izah edəcəyik onda. Siz gözəl dediniz ki, yəni ağrının əsasında doktor bəlkə psixoloji faktorlar var. Bəlkə yox, dəqiq psixoloji faktorlar var. Ağrı dediyimiz, əgər xroniki ağrıdan gedirsə söhbət. Ağrı iki cür var. Kəskin ağrı, yəni siz xroniki ağrı nəzərdə tutursuz. Kəskin sancılar ola bilər, məsələn, apendisit. Kəskin apendisit, kəskin qarın sancısı olacaq. Bunun psixologiya ilə heç bir əlaqəsi yoxdur. Və yaxud da ki, mədə xorasının deşilməsi, periferasiyası. Bu ağrı kəskin, şiddətli, xəncər batıran ağrı kimidir. Və yaxud da miokard infarktının şiddətli sancıları, ağrıları. Bunlar xroniki ağrı deyil. Bunlar nədir? Bunlar kəskin xəstəliyi, bədən xəstəliyini göstərən ağrıdır. Amma ağrının çox hissəsi xroniki ağrıdır. Hamımız həyatımızda bir dəfə boynum, başım ağrıyır demişik. Hamımızın çiynimiz ağrıyıb, hamımızın belimiz nə vaxt ağrıyıb, hamımızın ayaqlarım ağrıyıb, dizlərim ağrıyıb sözlərini eşitmişik. Və elə insanlar var ki, beli xroniki olaraq 3 il, 5 il, 10 il, 15 il ağrıyır. Adam var boynu 3 il, 5 il, 10 il, 15 il, uzun müddət ağrıyır. Bu xroniki ağrı məncə vurgulasaq yaxşıdır. Çünki digər ağrılar, məsələn, ağrı var cərraha aiddir. Kəskin qarın əlaməti, kəskin qarın sancısı birinci cərrah baxmalıdır. Gəlin böləkdə cəmaatımız bilsin. Mənim qarnım sancırsa psixologiyadan demək olmaz. Əgər qarnın nahiyəsində, qarın bilikdə hara, döşdən aşağı qarındanız. Budlara qədər qarındır. Qarın nahiyəsində aşağı qarın, orta qarın, yuxarı qarın fərqi yoxdur. Sağ-sol fərqi yoxdur. Sancı varsa getməlisən, cərrah baxmalıdır. Çünki tibb elminin gözəl bir prinsipi var. Ən pisi düşünəcəksən. Ən pis nə ola bilər, onu düşünəcəksən birinci. Ona görə birinci cərraha gedəcək. Bu bizim söhbətimizə, müstəmizə aid deyil. Bir də var xroniki ağrılar. Xroniki ağrıların, maraqlı bir şey deyim sizə. Xroniki ağrıların müasir yanaşmalara görə çox hissəsi. Bəzi müəlliflər 50%-dən çox deyir, bəziləri mən tərəfdarıyam 90%. Çünki mən 20 ilə yaxın insanlarla işləyirəm və xroniki ağrı ilə də işləyirəm. Deməli, 90% deyərdim, bu mənim şəxsi fikrimdir. Elmi məlumatları üst-üstə yığsaq 90%-dən çox düz şəxsi təcrübəm. Ki, nəyə görə? İnsanların hamısı təşvişə meyillidir, hamısı. Doktor, bu nə sözdür, niyə hamıya deyirsiniz? Çünki hamımızda bazada yox olmaq, ölüm qorxusu var. Və yox olmaq qorxusunun formalarının biri ölüm qorxusudursa, digər
yox olma qorxuları var. Çoxumuz onu hiss eləmirik. Məsələn, vəzifəni itirmək qorxusu, işini itirmək qorxusu, pul itirmək qorxusu, yaxınlarını itirmək qorxusu, sifətini itirmək qorxusu, namusunu itirmək qorxusu, müasir dövrdə dırnaqarası namuslarda itirmək qorxusu, müxtəlif qorxu növləri var, eləmi? Bu qorxu növləri hamısı təşviş formatıdır. Təşviş isə nədir? Bədən əzəllərini gərən bir şeydir. Tibb Universitetində biz maraqlı bir təcrübə aparırıq. Bütün fiziologiya keçən tibb tələbələri bunu bilirlər. Vaxtilə bizə tədris alanda fiziologiya kafedrasında bunu eləmişik. Buna deyirlər sinir əzələ preparatı. Sinir əzələ preparatı. Bədənimizdə ağrıyan əsas əzələr də xronik ağrılarda. Boyun, baş, kürək, sinə, qarın, hamısı daha çox ayaqlar, bel, bunlar daha çox sinir əzələ ağrılarıdır. Nəyə görə sinir əzələ preparatını deyirəm? O sinirə biz el arası tok deyirlər, elektrik cərəyanı verirdik. Əzələ təqəllüs edir, ölü qurbağadır. Amma sinir əzələ ayırmışıq sinirdir, əzələyə birləşir və cərəyan verirdik, əzələ təqəllüs edir, yığılır. Cərəyanı verib saxlayanda əzələ yığılmış qalırdı. Cərəyan çəkəndə əzələ buraxır. O cərəyan nədir? Sinir telləri ilə gələn cərəyan bizim düşüncələrimizin cərəyanıdır. Çox sadə sistem izah edim tutasınız. Yəni, mən qorxanda davamlı olaraq nəyisə itirməkdən qorxanda sinir bombalanması gedir və əzələ daim nə qalır? Gərgin qalır. Bəzən kürəyə ağrıyan adamlar deyir ki, kürəyim belə daşlaşır. O quluncum var, quluncumu tut. Çox belə şikayətlər var. Hicamaya get. İndi başlayıblar fırıldaqçı təbliğatlar. Hicamaya get, çünki sən hicama bəli, yüngülləşdirəcək, biraz yüngülləşdirəcək, amma kök qalacaq. Məsələn, kökü nədir? Sinir psixi gərginlik deyirik el arasında. Əslində elmi dildə buna psixi bir problem kimi baxılır və buna deyirlər distres, psixoemosional distres. Yəni stressdən o tərəfə. Stress nədir? Bədən özünü toparlayır. Distres nədir? Çoxlu psixoemosional gərginlik var. Ona görə stressdən o tərəfə keçir və bədən bunu toparlaya bilmir və hansısa formada özünü göstərir. Demək, ağrıların çox hissəsi budur. Bir kiçik hissəsi də var, şəkərli diabet xəstələrində ola bilər. O da keyimə, təkcə ağrı yox, paresteziyalarla müşahidə olunur. O da nədir? Ümumiyyətlə şəkərli diabet xəstəliyin uzun illər ərzində sinirləri zədələnməsi, diabetik polineyropatiya belə bir ad var. Bu da sinirləri yavaş-yavaş yeyən şəkər xəstəliyidir. O əvvəl ağrı ilə olur, ağrılar, qıc olmalar, sonra yavaş-yavaş başlayır keyəlməyə. Bununla, yəni psixosomatik ağrı ilə, psixogen ağrı ilə, təşviş mənşəli ağrı ilə. Şəkər ağrısında fərq odur ki, şəkərdə keyməyə doğru gedir bu ağrılar və bir neçə ildə keymə başlayır və qansızlaşma başlayır o sahələrdə. Belə. O zaman belə bir sual verim. Bəs psixoloji ağrını biz necə təyin edə bilərik? Əgər mənim bədənimdə bir yer ağrıyırsa, fərq yoxdur, hara ağrıyır. Gəlin belə götür. Çünki hamısı əzələ ağrılar olur çoxu. Çünki əzələ daha çox ağrını bizə hiss elətdirir. Əgər bədənimizin bir nahiyəsi xroniki ağrıyırsa, xüsusilə 2 həftədən çox ağrıyırsa, biz gedib bunu ümumi terapevtik deyək də, yoxlama, check-updan keçiririksə, heç bir orqan zədələnməsinin bu ağrını verə biləcəyini dəqiq biləndən sonra gedirik psixosomatika mütəxəssisinə, yəni bizim qəbulumuza. Psixogen problem olduğunu dəqiq başa düşəcəyik. Bəzən fırıldaqla rastlaşırıq. Məsələn, böyrəyində sənin biraz nəsə problem var, sənin ona görə böyrün ağrıyır. Böyrək ağrımır. Böyrək bayaq dedim, sancı verə bilər, cərraha gedə bilər, uroloq cərraha, o vaxt ki, böyrəkdə daş olsun. Əks halda böyrək ağrımaz, böyründə əzəllər ağrıyır. Sənə elə gəlir ki, böyrək ağrıyır və bəzi üzdən iraq həkim və ultrasəs UZI dediyimiz mütəxəssislər deyir ki, sənin böyrəyinə görə ağrı verir. İnsanı aldadırlar, illərlə gedir böyrək müalicəsinə və yaxud da ki, səndə grija var, elası belə deyirlər, bel fəqrası disk yırtığı var, ona görə ağrıyır. Halbuki təhlil aparılsa, elmi təhlil, normal, müasir səviyyəli təhsil almış nevropatoloq və ya neyrocərrah baxsa, nevroloq və ya neyrocərrah baxsa, deyər ki, bu grija dediyimiz yırtıq o siniri sıxa bilməz. Bu ağrı ondan deyil. Bu ağrı əzələ sarsılmaları, gərilmələri doğan psixogen ağrıdır. Belə halda yenə hara getməlisən? Psixologiyanı düzəltməyə, düzgün düşünməyə, təşvişi təmizləməyə. Beləcə bilə bilərik ki, bu ağrı psixogendir. Birinci gedirik mütləq somatik yox. Mənim tibb bazı təhsilim bunu deməyə imkan əsas verir ki, birinci gedirsən, şər deməsən xeyir gəlməz prinsipi ilə bədəni yoxlatdırırsan, kobud desək, sonra gedirsən psixoterapevt yanına. Son deyərdim illər alqologiya sahəsi ağrılara görə çox inkişaf edib. Bəli, var alqologiya sahəsi. Bəs alqologiya sahəsinin ümumiyyətlə ağrıların müalicəsində effekti nə qədər? Alqoloq deyə ixtisas tam oturuşmasa da var bir ixtisas. Hələ tam oturuşmuyor, amma var alqologiya. Əsasən anesteziolog, reanimatoloqlar və nevroloqlar o sahəyə girir. Hər ikisində o sahəyə toxunur. Alqos ağrı deməkdir, dolorun başqa mənasında. Və alqos ağrı sözündən alqologiya sözü götürülüb.
Onlar neyirlər? Onlar o ağrılar ki, artıq daşlaşıb, kobud desək. Məsələn, əzələ illər boyu təşvişdən ola bilsin, gəlib. Amma indi sinir iltihablaşıb artıq. O ağrını psixoloji kəsmək olmur. Psixoterapiya ilə o ağrını nə etmək olar? Yüngülləşdirmək və ya inkişafının qarşısını almaq olar. Əzələ ki, boşalır axı. Mənim beynim boşalanda əzələ boşalır. Amma sinirdə iltihab varsa, o iltihab əzələnin təzədən gələcək. Sinir özü gələcək bu dəfə. Çünki iltihab var axı sinirdə. O sinir iltihabı da düyünlənmiş bir xəstəlik kimi fikirləşir. Məsələn, sinir əzələ düyünləri deyirlər, miofascial düyünlər. Belə sahədə alqoloq ora iynə vurmalıdır ki, o boşalsın, buraxsın. Müvəqqəti olur, yox. Psixoterapevt də müvəqqətidir. Çünki psixoloji gərginliyin davam edirsə, yenə həmin quyuya düşəcəksən. Alqoloq bizim işimizə kömək edir. O psixosomatika mütəxəssisinin işinə kömək edir. Mən özümə psixosomatika mütəxəssis deməyə haqqım var, çünki tibbi baza təhsilim var. Adi kurs keçmiş psixoloqlar kimi fəaliyyət göstərmirəm də. 2 ali təhsilimiz olduğu üçün həm tibbi, həm klinik psixoloji. Demək əsasım var. Bəli, psixosomatika mütəxəssisinə gedəcəksən. Amma alqoloq öz işini görəcək. Nə edəcək? Alqoloq kəskin ağrıdan səni azad edəcək. Alqoloq o düyünü açacaq, əzələ sinir düyününü. Alqoloq siniri keyəldəcək ki, ucunda ağrı olmasın. Amma o siniri keyəldən nə idi? Sənin təşvişin, qorxuların, sinir əzələnin sıxılması idi. Ona görə burada hamısı bir yerdə işləmək olacaq. Birinci getdim, terapevt yoxladı. Sonra psixosomatika mütəxəssis, psixoterapevt məşğul olur. Paralel olaraq alqoloq, kəskin ağrılar varsa alqoloq işə qoşulur. Əslində çox insan belə fikirləşir ki, hə mən bir həkimə getdim, çarəsini görmədim, yenidən ağrılarım qalxdı. Əslində biz sıralamanı düzgün aparsaq, əslində bu ağrılardan xilas ola bilərik. Məsələ budur. Doktor, bəs uşaq vaxtı yaşadığımız travmalar, qarşılaşdığımız hansısa bir problem, ümumiyyətlə psixologiyada yaratdığı bir deyərdim təsirləri bizdə ağrılara səbəb ola bilərmi? Əlbəttə qızım, bax dedik təşviş var. Təşvişin ən böyüyü bilirsiniz nədir? Evdə neçənci uşaqsınız siz? İkinci. Sizdə o təşviş o qədər olmayacaq. Evin böyük uşağında o təşviş olma ehtimalı çoxdur. Bir misal üçün deyirəm bunu. Məsələn, sizdən neçə yaş böyükdür böyük uşaq? Yaş yarım. Yaş yarım. Okey. Məsələn, bu artıq travma əsası. Niyə? Mənim yaş yarım olanda, mənim ikinci uşaq doğulanda mənim anamın diqqəti kimə gedir avtomatik? İkinci uşaq. Ay sağ ol. 2-3 həftə ərzində mən nə hiss edirəm? Bir yaş yarımda uşaq birdən-birə. Boşluğa düşürəm, yetim qalmış kimi oluram, tək qalmış kimi oluram. Və burada nə yaranır? İtirmək qorxusu. Mən yoxam, mən lazım deyiləm hissi. Qorxu yaransa təşvişə doğru gedir, ömürlük təşviş olur. Depressiya girsə ömürlük depressiya meyil olur. 2 dənə uşaq xəbərdə nevrozlardır, nevrotik, psixoloji problemlərdir. Ona görə baxın, uşaqlıqda formalaşır əlbəttə. Mən hətta deyərdim, mən biraz ruhi psixologiya tərəfdarıyım. Hətta keçmiş həyatlarımızdan formalaşır, o ayrı mövzudur. Amma bu həyatımızda uşaqlığımızdan formalaşan şeylər var. Mən böyük uşaqlarda deprivasiya sindromu misal çəkdim. Və əgər onda bu şəkildə təşviş olacaqsa ki, bizim bazal təşvişimiz də var, onu da deyim istəyirsiniz. Biz doğulanda ana bətnindən hara çıxırıq? Ana bətnində biz nəyin içindəyik? Suyun, mayenin və rahatlığın içindəyik. Amma çıxanda nə olur? Havadan, ətraf mühitdən, hələ bizim bəzi ginekologlar üzrəndə ki, şapalaq da vururlar uşağa, şiddətli ağrı gəlir. Şiddətli ağrı və rahatlıqdan çıxdım. Sanki mən buraya öləcəm, boğulacam kimi bir hiss gəlir. O hissi necə rahatlayır? O hissə deyilir bazal həyəcan, bazal təşviş. Buna bizim klinik psixologiyada bazal təşviş deyirlər. Anadan ayrılmaq ilk dəfə. İlk dəfə mən qorxu keçirirəm onda. Onda nə olur? Böyle ananın qarnı, əgər normal doğuş keçirilibsə, anada cırıqlar olmayıbsa, kəsər əməliyyatı deyilsə, normal oturuş, yarım domuşuqlu oturmuş doğuş həyatı keçirilibsə, uşağı buraxılan ananın qarnı üzərinə sürünə-sürünə tapmalıdır süd vəzini. İlk südü əməndə o refleks var. Ana ilə birləşir, qoxusu tanış gəlir, doğmalıq, ağız südü, bəs o bazal həyəcan azalır, keçir. Amma tam keçməsə, böyüyəndə o adamlar siqaret çəkməyə başlayır, tütün çəkmə xəstəliyi tutulur. Ki, obsessiv kompulsiv pozitun bir növüdür, tütün çəkmə xəstəliyi. Bəs tütünə meyillilik Əmi qurtarmadım deməkdir, necə? Tütünə meyillilik, yəni həmin travmada o da təşviş əsaslı bir problemdir. Ona görə uşaqlıqda qoyulur əsas bütün psixotravmalarımız. Sonra biz onu üstünə bir ocağa bir şey atırıq sanki. Hansı bir travma ilə bir barıt atmış oluruq, ya benzin tökmüş oluruq ocağa. Ağrıların müalicəsində ən asan yollardan biri də məhz ağrı kəsicilərdən istifadədir. Bəzən həkimin təyinatı olmadan aptekdən birbaşa öz başına qəbul edirik. Ümumiyyətlə bu ağrı kəsicilərinin uzun müddət qəbulu hansı fəsadlara səbəb olur? Bizim dəhşətli fəsadlara. O yerə çatıb ki, deyilə autizmli uşaqların doğulmasının səbəbi anaların parasetamol işlətməyidir çox miqdarda və uşaqlara verilməsidir. Ağrı kəsici preparatların bir neçə qrupu var. Məsələn, narkotik analgetiklər.
ağrılar üçündür. Onu ancaq həkim xüsusi resept, qırmızı reseptlə verə Xərçəng bilər. xəstələrinə daha çox. Narkotik analgetiklər, bəli, ağır xəstələrdə artıq bu palliativ yardımdır ki, insan birtəhər ömrünün sonuna ağrısız keçirsin. Bunu qoyaq bir kənara. Xroniki ağrı aptekdən birisi nə alır? Qeyri-steroid iltihab əleyhinə preparatlar. Non-steroid anti-inflamatuar. NSAID preparatlar deyirlər. Türkiyədə təhsil almış uşaqlar bilirlər. Bizim Sovet dövründə qeyri-steroid iltihab əleyhinə preparatlar. Nədir bunlar? Tanıdığınız analgindən tutun, ta ki qadınların menstruasiya ağrıları vaxt işlətdiyi müxtəlif tərkiblərə qədər, ibuprofenə qədər. Bütün bunlar nədir? Qeyri-steroid iltihab əleyhinə preparatlar. Nədir bunlar? Bir fəsadı. Birinci fəsadı təzyiq qaldırır. Uzun illərdə təzyiq xəstəsi olacaqsan. İkinci fəsası mədəni deşəcək. Mədədə xora və deşiləcək mədə. Yəni sən bunu daim istifadə edirsən. Menstruasiya ağrılarının psixoloji olmadığını bilən, hər ay ağrıya görə ağrı kəsirsən, qadınlarımıza da bu aiddir. O da psixolojidir. Bəli, dismenoreyaların 99% psixolojidir, psixosomatikdir. Biz nədir dərin əsası? Qadın təşvişi. Nədir qadın təşvişi? Mən mayalana bilmədim. Deyir ki, menstruasiya qadının mayalana bilmədiyi üçün ağlamağıdır. Qadın orqanizminin. Biz nə demək istəyirəm? Yəni, qadın orqanizm köklənir mayalanmağa. Menstruasiya vaxtı artıq hissiyat gəlir ki, mən mayalanmadım. Mən qadın kimi lazım deyiləm. Bu dərin şuuraltı, instinktiv bir şeydir. Bu təşviş və gətirir menstrual ağrılara çıxardır. Amma qadınlar deyir, anti-inflamator içir. Sakitləşdiricisi bəlkə keçər. Və yaxud da məsləhətlər alsa bəlkə keçər. Özünü tanısa keçər bəlkə, azalar. Yüngül keçirər. İsti corab geyinsə bəlkə 3-4 gün keçər. Nənələr elə deyirlər məsələn. Menstruasiya vaxtı corab geyin. Amma neyinlər? NSAID preparatlar qəbul edir, ağrı kəsici. Mədə xorası, təzyiq, başqa qanamalar, yeri gəlmişkən hər bir NSAID preparat qanamanı artırır. Deməli, bu preparatlar, ağrı kəsici preparatlar işlətmək, uzun müddət işlətmək, nəzarətli işlətmək mütləq xəstəlik getirib çıxar. Mən də başqa şeylərə demirəm, hətta xərçəngə qədər. Xroniki işlətməsi uzun müddət. Baş ağrım var, ömrü boyu. Məndə miqren vardı. Miqren deyil halbuki, bu psixosomatik gərginlik ağrısıdır. Psixoloji, təşvişdən doğan baş ağrılardır. Bunun gərginlik mənşəli baş ağrısı. Neyinlər? Ağrı kəsici içirlər. Ağrı kəsici. Və bu da gətirir çıxardı təzyiq xəstəliyi. Bayaq dediyim kimi, damarda, məsələn, beyin damarları partlayır, ölənlər azdır indi. Damar malformasiyalar var beyinlərdə, genetik xəstəliklər var. Bizdə də qohum evliliyi çox idi axı. Ona görə beyin damarlarını partlayıb ölən gənclərimiz çoxdur. Belə, məsələn, o da, həmin o dərmanlar damarların da divarını yeyir tədricən. Qəflət ölümlərə gətirib çıxarırlar. Doktor, bəzi ağrılar var ki, birbaşa hansısa bir vitaminin çatışmazlığı nəticəsində yaranır. Məsələn, bildiyim qədərilə D vitamini bədənimizdə az olanda əzələ oynaq ağrıları olur, depressiv hallar, insan özünü daha yorğun və halsız hiss edir. Yəni bu problemlərin müalicəsində D vitamininin istədiyim təsirlərindən danışaq. Bir maraqlı, təkcə vitamin D yox. Mən də burada bir maddə var. Vaxtilə dərman şirkətləri məsləhətçisi olan vaxtlarım oldu bir doktor olaraq və o vaxtlar bir maddə var idi. Biz onu Azərbaycanda mən istəyirdim çox yayılsın, tanınsın. Şəkərli diabetdə istifadə olunur, amma belə geniş qəbul olunmalıdır o qida əlavəsi kimi. Bu alfa-lipoid turşusudur. Alfa-lipoid turşusu elə bir maddədir ki, geniş dərinliyə girməyəcəm. Sinirlərin qabığını və öz keçiriciliyini formalaşdırır. Sinirin dağılmasının qarşısını alır. Xroniki ağrılarda uzun müddət bu düzgün işlədilsə, ağrıların qarşısını alma şansımız var. Qaldı ki, vitamin D-yə, vitamin D bəli, xroniki ağrılar bilsinlər. Xroniki yorğunluq sindromunda həm də xroniki yorğunluq nədən olur? Xroniki yorğunluğun birinci əsas yenə psixoloji. Doktor, hər şey öz tərəfinizə çəkirsiniz deyəcəksiniz, amma elədir. Birinci səbəb nədir? Mən daim təşvişdəyim, əzələm daim gərgindir. Əzələ nə olur? Yorulur. Bədən nə olur? Yorulacaq. Psixika nə olacaq? Psixostenik yorulacaq. Əzələ yığılmaq istəmir. Nevrostenik və psixostenik hal olur, belə desək. Vitamin D burada bəli, dolayı kömək eləyir, 100% kömək. Çünki nəyə görə? Vitamin D və kalsium bir yerdə, məsələn, qatıq ye, vitamin D iç. Əzələn yaxşı işləyəcək. Qatıq ye, vitamin D iç. Ondan olacaq, həyat eşqin çox olacaq. Niyə görə? Çünki kalsium da lazım, təbii kalsium. Qatıqdadır o. Qatıqdadır, bir də digər ağartı məhsullarında. Bir də vitamin D3. Vitamin D3 də, doktor, bəs biz bilmirik qanda vitamin D-ni. Əgər səndə xroniki yorğunluq sindromu varsa, əgər səndə depressiya varsa, uzun illərin təşvişi varsa, 100% vitamin D çatışmır. Bu hələ elmi tədqiqatlar mövzusu tam hələ ortaya çıxmayıb. Amma mənim şübhəm var bu sayədə ki, doğrudan da illər boyu gərgin və təşvişli olan adamın vitamin D-si işlənəcək, xərclənəcək, çatışmayacaq. Vitamin D əzələ yığılmasına kömək eləyirsə, daim gərgin əzəliyə nə lazımdır? Vitamin D lazımdır da, düzdür? O xərclənir axı vitamin D. Biz o qədər günəş almırıq. Deməli, hətta yoxlamasan belə həftədə bir dəfə orta terapevtik dozanı böyük yaşlı insanlar qəbul etməlidir. Mən belə düşünürəm. Biri var məsələn profilaktik doza, bir də var ki, mən onu deyirəm, profilaktik doza. Müalicədən də, müalicə gedəcək, həkim təyin edəcək, yoxlayacaq, təyin edəcək uşaqda və böyükdə. Amma uşaqda və böyükdə eyni dərəcədə dünyada qəbul olunan standart profilaktik dozalar var ki, qanını yoxlamadan bunu işlədə bilərsən.
Çünki bu hər adam gedib analiz vermiş. Amma sən xroniki yorğun haldasansa, həyat eşqin zəifdirsə, məsələn, durub iş görmək istəmirsənsə, vitamin D burada dəstək müalicəsi kimi ola bilər. Amma psixoloji əsasları da müalicə etmək şərti ilə bir yerdə. D vitamini haqqında biz tez-tez videolarımızda məlumat veririk izləyicilərimizə və tövsiyə etdiyimiz vitaminlərdən biri də bəs Multizam preparatıdır. Multizam 10.000 vahidəli preparatı. Gündəlik olaraq əgər siz D vitamini olan ehtiyacınızı ödəmək istəyirsinizsə, həftədə bir dənə, məsələn, bu tabletdən birini qəbul etmək kifayət 10.000 vahiddirsə, həftədə bir dəfə olsa yaxşı olar. Bəli, amma artıq müalicəvi dozada qəbul etmək gərəkdirsə, yəni analiz verilibsə, əgər nəticə 30 nanoqramdan aşağıdırsa, həkim tövsiyəsi ilə, məsələn, həftədə 2-3 ədəd artıq bu preparatdan qəbul edirsiniz. Multizam D3 tanıya qədər mən qabaq özünə yeyirdim, ağzıma belə vitamin D-ni damızdırırdım yağı birbaşa dilimin üstünə. Çörəyi də tökürlər bəzən. Həkim kimi təxmini özümə icazə verirdim ki, həftədə bir müəyyən doz alım və təxminən 10-15 min doz alırdım. Amma bir şey var ki, deyirəm. Amma indi görürəm ki, üzrə vitamin D tabletkada var deyə onu başlamaşam və o daha mənim işimi rahatdır. Aldın, atdın, su ilə içdin, damcı damızdır, nə bilim, nə üstə damızdır, buna ehtiyac qalmır. Həm də bəzi insanlar var ki, ümumiyyətlə D vitamini içə bilmir, həm qoxusuna görə, dadına görə, o baxımdan çox rahatdır. Zeytun yağını səhər-səhər acqarına və ya yeməkdən sonra içməkdə bəzi insanlar çətinlik çəkirlər. Bir də ki, mədə bağırsağında problemi olanlar, ötkü hissəsində problemi olanlar yağda həll olunmuş D vitaminini qəbul edəndə çətinlik çəkə bilərlər. Bədənə soğurulma baxımdan tablet şəklində alıb istifadə etmək daha uyğundur. Bu barədə istədim izləyicilərimizə bir daha məlumat verək. Keçək növbəti suallarımıza. Buyurun. Doktor, yəqin ki, bizi izləyən izləyicilərimiz arasında xroniki ağrılardan əziyyət çəkənlər var. İndi hazırda məsələn bu müsahibə vasitəsilə onlara nə tövsiyə edərdiniz ki, həmin ağrılardan məsələn xilas olsunlar? Onu bayaq tövsiyəni əvvəldə eləmişdik. İndi də şirəsini sıxaq, 3 dənə bənd deyək. Birinci bənd. 2 həftədən çox bədən ağrısı varsa, birinci bənd nə etməliyəm? Gedib terapevtimdə, ailə həkimimdə, sahə həkimimdə bir check-up yönəltməsi almalıyam. Check-up müayinə almalıyam. Bilməliyəm ki, mənim bu ağrım bədən xəstəliyi yaratmış. Bu getdi. İkinci mərhələdə bunu biləndən sonra gedirik psixoterapevtə, psixosomatika mütəxəssisi tapmaq lazımdır. Üçüncüdə isə bəzi, məsəl üçün, qida əlavələri, o cümlədən kalsiumdur, maqneziumdur, vitamin D3-dür. Bunlar öz başına alıb içə bilərlər. Xromdur, selendir tərkibində orta terapevtik qida əlavəsi kimi dozası olan maddələr qəbul etmək. Alfa-lipoid turşusudur, bu lazımdır. Bu 3 tövsiyə eləmək olar. Deməli, terapevtə gedirik, psixosomatika, psixoterapevt mütəxəssisə gedirik və qida əlavələri qəbul edirik. Onu da elə məhz terapevt və ya həkim bazalı psixoterapevt məsləhət görə bilər əslində. Ya özünüz gedib aptekdən seçə bilərsiniz. Amma ağrının səbəbini bilməmiş gedib nəsə içməyin də xeyri yoxdur. O da var, onu da bilmək vacibdir. Nə səbəbini araşdırmalıyıq və doğru mütəxəssisə. Xeyri ola bilər, amma yenə dəqiq olmayacaq. Təbii belə deyək. Çox sağ olun doktor, çox maraqlı bir müsahibə oldu. Əminəm ki, xroniki ağrılardan əziyyət çəkən izləyicilərimiz bu müsahibədə həqiqətən maarifləndilər. Yenə də izləyicilərimizə bildirmək istəyirəm ki, sizə qaranlıq qalan suallarınız olarsa şərh bölümümüz açıqdır, yaza bilərsiniz və həkimimizin də əlaqə nömrəsi videonun üzərində qeyd olunacaq. Açıqlama hissəsində də suallarınız varsa həkimimizə də müraciət edə bilərsiniz. Çox sağ olun, dəvətə görə. Əli bəy, bir daha təşəkkür edirəm. İnşallah növbəti müsahibələrdə yenə görüşərik. Özünüzə yaxşı baxın o vaxta kimi. İnşallah. Sağ olun, salamat qalın.